Maraqlı bir şey oxşuyur. Deməli, nə etməliyik? Tangent 9, tangent 81, tangent 81, tangent 63, tangent 27. Hə. Nə edərəm? Bax, bu tangent 9 dərəcədir. O birisi də kotangent 9 dərəcədir. Bax, buna baxın. Digərində tangent 27 dərəcə var. O birində də kotangent 27 dərəcə var. Böyükləri həmişə balacalaşdırın. İndi yəqin ki, biz bu düsturu bilirik. Tangent alfa üstəyər kotangent alfa. Onu hər dəfə yazmamaq üçün burada yadımıza salaq. Bunu yazırdıq sinus alfa böl kosinus alfa. Bunu yazırdıq kosinus alfa bölünsün sinus alfa. Və bunları orta məxrəcə gətirirdik. Məxrəcə fikir verin. Sinus alfa vurulsun kosinus alfa alınır. Yuxarıda 1'dir, bu aşağıda 2'də 1 sinus 2 alfadır. Yəni olur 2 bölünsün sinus 2 alfa. Və bu düsturdur. Həmin məntiqlə bu olur 2 bölünsün sinus 18. Bu da olur 2 bölünsün sinus 54. Razılaşdınız? Bəli. Hə, indi bundan sonra məncə kələmə ağlamaq tutur. Çünki bunların heç birinin qiymətini bilmirəm. Keçən dəfə deyəsən dedim sinus 18. Sizə üçbucaq qaydasını yada saldım. Bəli, üçbucaq. Amma o burada təbii ki, istifadə olunmaz. Bunu orta məxrəcə gətirirəm. Aşağıda da sinus 18, sinus 54 var. Sonra nə edirəm? Bu fərqi görən kimi bunu nə edəcəm? Hasilə çevirəcəm. Sinusda çıx böl 2-yə. 54-dən 18 çıxanda nə qədər edir? 36 böl 2 18 edir. Kosinusda topla böl 2-yə. 54 üstədən 18 gələndə nə qədər edir? 36. Bax, yazdıqca misal alınır. Əslində bu da elə sinus 54-dür. Sinus 54-ü də böyüdürsə balacalaşdıraq. O qədər kosinus neçədir? 36. 36. İxtisar getdi, nə qaldı? 4. Amma buna belə baxmaqla hardan biləcəkdik ki?